Bismillahirrahmanirrahim və bihi nəstəin. İnnehu xayru nasirin və mu'in. Salam, hər vaxtınız xeyir olsun. Hörmətli izləyicilər, bugünkü mövzumuz yenə də mürəkkəb cəhl və şək-şübhə haqqında olacaq. Yadınızdadırsa, biz ötən iki verilişimizdə bunların birincisində mürəkkəb cəhl haqqında danışdıq və ikinci verilişimizdə isə etiqadla bağlı olan şək-şübhə haqqında söhbət etdik və bugün isə Allahın izni ilə ibadətlə bağlı, yəni əməldə olan şək-şübhə haqqında söhbət edəcək. Baxın, dəyərli izləyicilər, bəzi insanlar var ki, ibadət məsələlərində, yəni əməli məsələlərdə həddindən artıq çox şək-şübhə edirlər, çox şəkkə düşürlər. Bu mövzuya uyğun bir neçə misal çəkmək istəyirəm. Baxın, birincisi budur ki, bəzi adamlar bir qusulu neçə saata alırlar. Məsələn, fərz edin ki, bir qusul normalda bir neçə dəqiqəyə alınarsa da, elə adamlar var ki, saatlarla qusul almağın üstündə qalırlar. Bunun da əlbəttə bir çox fəsadları var. Mən bunun bir neçəsini qısa olaraq qeyd edeyim ki, əvvəla saatlarla qusul alan insan suya israf eləyir, öz vaxtına israf eləyir. Məsələn, evdə olan insanlar başqa adamlara əziyyət edir bu hərəkəti ilə, rəftarı ilə. Və ondan əlavə də özünə cismi və ruhi cəhətdən əziyyətə salır özünü. Və ikinci məsələ budur ki, bəzi adamlar da var ki, bir dəstəmazı, məsələn, bir də görürsən 10 dəfəyə alırlar. Var da belə insanları da görmüşük ki, bir dənə dəstəmazı dəfələrlə lazımsız yerə şəkk eləyə-eləyə 10 dəfə, 15 dəfəyə alırlar. Halbuki nədir ki, bu sudur, tökdün, bir dəqiqənin içində, bəzilər bir neçə saniyənin içində, bir dəqiqə də çəkmir, dəstəmaz alırlar, suyu tökdün, əlini yudun, qolunu yudun və salam. Yəni, elə də çətin bir şey yoxdur, amma adam var ki, da az qala, yəni o qədər belə deyək də, həssasdırlar ki, bu məsələyə qarşı, da çox, yəni bir qolu bəlkə də 15 dəfə yuyurlar. Yəni, bu olmaz, bu həqiqətən də qusulda qeyd etdiyimiz digər o fəsadlar ki, var idi, burada dəstəmaz məsələsinə də aiddir. Üçüncü məsələ budur ki, bəzi adamlar da var ki, bir namazı dəfələrlə qılırlar. Görürsən ki, 2 rükətli namazı bəlkə 15 dəfə qılır. Yəni, yersiz şək-şübhənin nəticəsində 2 rükət namaz gəlir, bəzən 3 dəqiqə çəkirsə də bu yarım saata qılır. Yəni, dəfələrlə qılır, batil edir, təzdən qılır. Bu cür şeylərin də şahidi olmuşuq və dördüncü məsələ də budur ki, bəzi adamlar da var ki, nəcasət məsələlərində çox şəkk edirlər. Məsələn, görəsən, paltarım nəcis oldu mu, ya bədənimə nəcis dəydi mi, ya filan şey nəcisdir, ya pakdır. Xülasə, əzizlər, nəcis məsələsində də, hər nə məsələsində əgər yəqinin varsa nəcisdir, gedib paklayarsan, təmiz olar. Yox, əgər yəqinin yoxdursa, o şey səndən ötürü pak hökmündədir. Ona görə də belə şeylərə boş-boşuna insanın vaxt ayırması, baş sındırması lazım deyil. Və bunun kimi bir çox məsələlər var ki, bəzi insanlar bunların haqqında çox şəkk edirlər. Baxın, bu cür insanlar ki, belə məsələlərdə şəkk edirlər, bunlara kəsir o şək deyirlər. Yəni, çox şəkk eləyən adam deyilir bu cür insanlara və şəkk eləmək, məxsusunda çox şəkk eləmək, İslam nöqteyi nəzərindən bir növ xəstəlik hesab olunur. Ona görə insan gərək bu məsələni tez bir zamanda həll eləyə. Diqqət eləyin, bütün bunların hamısı ki biz qeyd elədik, insanın həm özünə, həm onun ətrafındakı digər insanlara cismi və ruhi cəhətdən çox mənfi təsirlər qoyur. Bu məsələyə gərək diqqət eləyək. Məxsusən də o adamlar ki, həddindən artıq çox şəkk edir bütün məsələlərdə, baxın, bunlar istər-istəməz yavaş-yavaş namazdan, dindən uzaqlaşırlar. Yəni, öz qəsdən eləmirlər, yəni uzaqlaşmaqlarını. Getdikləri yol istər-istəməz onları uzaqlaşdırır, tutduqları yol uzaqlaşdırır və bundan da əlavə ətrafındakı insanlara da özləri istəmədən mənfi təsir qoyurlar. İstəmədən onları da dindən uzaqlaşdırırlar. Məsələn, istər öz ailə daxilində, dostlar içində, qohum-əqrabalar içində də olsa, fərz edin, kənardan baxan insan
bir adamı, bir dindarı bu vəziyyətdə görsə ki, bütün günü hamama girir, çıxmır, ayaq yoluna girir, çıxmır, bir namazı 20 dəfəyə qılır. Yəni insafən danışaq da, belə bir insanı görən başqa bir qeyri-dindarlar dinə gəlmək istəyər. Əlbəttə ki, xeyr. Onu görər və deyər ki, elə namaza gəlib mən də belə olacamsa, ondan sonra namaz qılmasam bundan yaxşıdır. Yəni diqqət eləyək, istəmədən insanların dindən uzaqlaşmasına vasitəçi olmayaq. Sabah bunun cavabını verə bilmərik. Hətta mən bunu da diqqətinizə çatdırım ki, mən adam tanıyıram, bu insan əzan vaxtı yaxınlaşanda bu insan bir növ canı qorxuya düşür, ağlamağı tutur bu insanın. Yəni bu ağlamaq Allah şövqündən, namaza olan eşqdən deyil, ha, şək-şübhədən olan ağlamaqdır bu. Yəni necə? Bu insan ki deyirəm, bir dəstəmazı 10 dəfəyə alan insandır, bir namazı dəfələrlə qılan insandır və artıq bu insan elə bir həddə gəlib çatıbdır ki, artıq cismi və ruhi olaraq çökübdür. Yəni artıq namaz vaxtı gələndə elə bir buna işgəncə verirlər. Çünki əziyyət olur artıq. Ona görə də belə bir halda artıq ibadəti davamlı şəkildə yerinə yetirməyi hər adam bacara bilmir. Yəni gecə-tezi insan tərkinamaz olur. Ona görə də əzizlər, bu məsələlərə qarşı diqqətli olmaq lazımdır. Və bu cür insanlar təəssüflər olsun ki, elə düşünürlər ki, bunların vəzifəsi elə budur. Yəni Allah Taala bunlardan bunu istəyir. Yəni sən burada vəzifən şəkk elədinsə də gərək təzədən belə dəstəmaz alasan, yəni namaz qılasan. Elə düşünürlər ki, bu yolla Allaha yaxınlaşırlar. Xeyr, bu yolla biz Allaha yaxınlaşmırıq, əksinə Allahdan uzaqlaşmış oluruq. Çünki Allah Taala bizdən bunu istəmir. Bizim vəzifəmiz şəkk eləmək deyil. Baxın, Allah Taala öz bəndələrini çətinliyə, əziyyətə salmaz. Bizik ki, özümüz öz əllərimizlə özümüzü bu cür giriftarçılığa salırıq, özümüzü bu cür zəhmətə, çətinliyə salırıq. Dində belə bir şey yoxdur. Bunu da diqqətinizə çatdırım ki, baxın, Allah Taala nəcasət məsələlərini insanlar üçün çox rahat və asan tutubdur. Və yaxud da qeyd etdikdə, məsələn, əgər bir şeyin nəcis olduğunu bilmirsənsə, bu şey nəcisdir, o şey səndən ötürü pak hökmündədir. Get rahat həyatını yaşa, o şey səndən ötürü təmizdir, pak hökmündədir. Hətta əslində nəcis olmuş olsa belə, sənin ki yəqinin yoxdur, o nəcisdir, o səndən ötürü pakdır. Get belə deyək də, keyf elə, rahat işini gör, həyatını yaşa. Durub bundan ötürü baş sındırmağa, bütün gününü, ömrünü o nəcisdir, bu nəcisdir, ona şəkk eləyim, buna şübhə eləyim, bu şeylərlə keçirtməyə dəyməz. Yəni ömrümüzü belə şeylərə həsr eləməyək. Bu cür insanların belə deyək də vəzifəsi odur ki, öz təqlid etdikləri müctehidlərin buyurduqlarına, fətvalarına, hökmlərinə əməl etmələri və şəklərinə etina etmədən ibadətlərini doğru düzgün şəkildə yerinə yetirmələridir bunların vəzifəsi. Nəinki durub lazımsız və yersiz şəklərinə etina edərək özlərini dindən uzaqlaşdırmaq. Gərək öz müctehidlərinin buyurduqlarına diqqətlə əməl etsinlər ki, bu tezliklə də şək-şübhədən azad olsunlar inşallah. Və bunu da siz əzizlərin diqqətinə çatdırım ki, baxın, Allah Taala haqqunnas və bu kimi məsələləri ciddi tutubdur insanlar üçün. Nəinki nəcasət, yəni nə bilim, yersiz, lazımsız şək-şübhə ilə bağlı məsələləri. Buna bir misal çəkək, baxın, fərz eləyək ki, bir insanın sənin boynunda haqqı olub olmadığına şək eləyirsən ki, bu insanın mənim boynumda haqqı var ya yox. Gedib gərək bu məsələlərdə həssas olasan, diqqətli olasan, o insandan gedib haqqını o insanın ödəyəsən, qaytarasan, dəqiqləşdirəsən, bunun sənin boynunda haqqı qalıb ya yox. Buna bir belə deyək də misal çəkmək istəsək, fərz eləyək ki, bir nəfərdən bir neçə aya, bir neçə il bundan qabaq 50 manat borc almısan. Diqqət eləyin, 50 manat borc almısan. İndi sənin də yadında deyil ki, mən bu 50 manatı filan kəsə qaytarmışam ya yox və borc verən şəxsin özünün də yadında qalmayıb ki, sən onun borcunu qaytarıbsan ya yox. Baxın, bu cür məsələlərdə hünər lazımdır ki, həssaslıq göstərəsən, diqqət göstərəsən. Məsələn, bir çox adamlar həqiqətən də belədir də, belə bir şəraitdə nə deyir? İnşallah ki, qaytarmışam.
Görmüşük də bir çox insanlar bu cür deyir. İnşallah ki, qaytarmışam. O inşallah ki, deyirsən, o inşallahı bayaq qeyd elədiyimiz məsələlərdə tətbiq eləmək lazımdır. O ki, qusulda şəkk eləyirsən, orada deməlisən ki, inşallah ki, düzdür, vəssalam. Vəzifən orada odur. O namazı ki, təkrar-təkrar qılırsan, elə birinci namaz ki, qıldın, qurtardın, inşallah ki, namazım düzdür deyib orada tamamlamalısan. Sənin vəzifən orada odur. Nəinki bir namazı 10 dəfə təkrarlayasan. Yəni orada bu məsələlərdə inşallah deməlisən. Amma haqqunnas məsələlərində inşallah ki, düzdür deməklə yola vermək olmaz. Gərək bu məsələlərdə ciddi olaq və haqq sahiblərinin haqqını qaytarmaqda həssaslıq göstərək. Nəinki inşallah deyib yola verək. Baxın, əgər bir insan həqiqətən də bu cür olsa, Allah Taala'nın dediklərini belə dəqiq şəkildə yerinə yetirsə, haqqunnas məsələlərinə diqqətli olsa, o zaman Allah Taala'nın razılığını qazanmış olar. Nəinki də boş-boş şeylərə şək şübhə etməklə, vaxtını lazımsız şeylərə sərf etməyə, keçirtməklə Allahın razılığını qazana bilmərik. Allaha and verirəm, izzət-i cəlalına xatir, bizləri şək şübhə bu kimi şeylərdən uzaq etsin inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.